King's College Londonda çalışan professor Michael Clark'ın fikrinə görə son illərin hadisələri nəticəsində Kaliningrad faktiki olaraq Rusiya ərazisinin əsas hissəsindən ayrılıb. Qərb bu yarım anklavı tamamilə blokadaya almaq üçün əlavə səylər göstərməlidir. Clark Sky News-a qeyd edib ki, biz kifayət qədər iş gördük. Müharibə nəticəsində Kaliningrad faktiki olaraq quru nəqliyyatından ayrıldı. Kaliningrad təzyiq altındadır və ruslar bunu hiss edirlər. Təzyiqi daha da artırmaq olar. Eyni zamanda NATO Kaliningrad vilayətini Belarusla birləşdirən Suvalki koridoru ilə bağlı narahatdır. Professor hesab edir ki, Rusiya qoşunları bu marşrutu yararaq irəliləyə bilər. Lakin Şimali Atlantika Alyansı belə bir ssenariyə hazırdır və bunun baş verməsinə imkan verməyəcək. Michael Clark əmindir ki, NATO'dan çoxları Kaliningradın Rusiya təcavüzünün forpostu olduğundan narahatdır. Mən isə bunun əksini düşünürəm. Kaliningrad həssasdır. Çünki NATO ilə əhatə olunub. Bu kontekstdə analitika hesab edir ki, İsveç və Finlandiyanın qərb hərbi blokuna qoşulması vacibdir. Bu vəziyyətdə Kaliningrad Rusiyadan daha da təcrid olunur. Daha əvvəl Polşanın keçmiş Xarici İşlər Nazirinin müavini Petr Kulpa Rusiya silahlı qüvvələrinin Suvalki koridorunu ələ keçirə biləcəyini və bununla da Baltikyanı ölkələri Avropanın qalaz hissəsindən ayıracağı fikrini səsləndirmişdi. O əlavə edib ki, Rusiya qoşunları Belarusla Kaliningrad vilayətini birləşdirən Suvalki koridorunu ələ keçirməyə başlaya bilər. Beləliklə Baltikyanı ölkələr Avropanın qalan hissəsindən ayrılacaq. Siyasətçi Radio NV-nin efirində qeyd edib ki, bəli, belə bir vəziyyət yarana bilər, amma NATO'nun nə qədər tez dağıldığına baxın. Kulpa xatırladıb ki, Biden Rusiya qoşunlarının kiçik işğalını, yəni müharibə olmayan bir şeyi tamamilə mümkün hesab edirdi. Trump isə Avropaya lazımı təhlükəsizlik zəmanətlərini vermir. Çünki o, qitə ölkələrinin ümumdaxili məhsullarının ən azı 5%-ni NATO ehtiyaclarına ayırmağı tələb edir. İndi öz kəşfiyyatı və düymələri olmayan Avropa silahlı qüvvələri xarici təcavüzə müqavimət göstərməyə qadir deyil. Eyni zamanda Vaşinqtonun Moskva ilə yaxınlaşması Rusiya-Çin münasibətlərində strateji qeyri-müəyyənlik vəziyyəti yaradır. Məlumata görə Çeçenistan lideri Ramzan Kadyrov Rusiya diktatoru Vladimir Putinin xəbəri olmadan ailəsinin və sərvətinin təhlükəsizliyini təmin etmək üçün bir neçə yaxın şərq monarxı ilə danışıqlara başlayıb. Vinet media orqanının məlumatına görə Kadyrov Rusiyada və Çeçenistanda hakimiyyətin necə işlədiyini və postunu itirəcəyi və ya öləcəyi halda ailə üzvlərinin nələrin gözləyə biləcəyini çox yaxşı anlayır. O yaxşı bilir ki, Moskvadan və ya Putindən gələn vədlərin və təhlükəsizlik təminatlarının heç bir dəyəri yoxdur. Şimali Qafqaz məsələləri üzrə ixtisaslaşmış keçmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Kadyrovun Kremlə qarşı durması barədə danışıb. Onun sözlərinə görə Kadyrov Putinin Rusiyasından çıxış yolu axtarır. Çünki diktator hakimiyyəti itirdikdə artıq nə öz ailəsinə, nə də yaxın ətrafına heç bir təminat verə bilmir. Kadyrovun vəziyyətin hara getdiyini anlayaraq qalan pullarını və ailəsini onu hakimiyyətə və sərvətə qovuşduran sistemdən kənarda xilas etməyə çalışması heç də təəccüblü deyil. Və eyni zamanda bu addımın sistemi qəzəbləndirməsi də təəccüblü deyil. Çünki həmin sistem sadə bir prinsip üzərində qurulub. Sən sistemin içindəsənsə hər şey sənə açıqdır. Sərvət toplamaqda heç bir limit yoxdur. Lakin çıxış yolu yox. Sən həm varlana, həm də qaça bilməzsən. Sənin sahib olduqların sənə məxsus deyil. Yalnız sənə sədaqətli və faydalı olduğu müddətcə istifadənə verilir. Əslində bu mənada Kadyrov Putindən heç də fərqli daşımır. Çeçenistan Rusiyanın kiçik bir modelidir. Diktatorun həyatı bir növ yuxulu gəzinti kimidir. Sağ olduğun, hakimiyyətdə olduğun və sistem üçün dəyərli olduğun müddətcə hər şey sənindir. Qanun, məhkəmə və qaydalar sənin üçün mövcud deyil. Amma nəsə səhv gedəndə və sən hakimiyyəti itirəndə nə sənə, nə də yaxınlarına heç bir təminat verməyəcək. Çünki həmin sistemdə qanunda, məhkəmədə mövcud deyil. Görünür, Kadyrov anlayır ki, bir nazirlik postu 20 yaşlı bir qız və ya 19 yaşlı bir oğlanı onun yoxluğundan sonra Çeçenistanda baş verəcək hakimiyyət bölgüsündən qoruya bilməyəcək. Ona görə də görünür, Kadyrov başa düşür ki, ailəsini xilas etməyin yeganə yolu özü hakimiyyəti və ya həyatı itirənə qədər onları elə bir yerə köçürməkdir ki, ya onlara fiziki olaraq çata bilməsinlər, ya da onlara toxunmaq istəməsinlər.
Ukrayna Silahlı Qüvvələrinin təqaüddə olan polkovniki və təlimatçı pilot Roman Svitan Radio MV-də bildirib ki, Şahid pualarının istehsal zavodunun yerləşdiyi Yelabuqa bölgəsindəki müəssisəyə Ukraynanın zərbəsi ilk dəfə deyil. Svitan deyib, bu dəfə hadisə FAB-250-ni atan zərbə puaları tərəfindən həyata keçirilib və bizim mindən çox belə bombamız var. Onlar müəyyən hədəfləri vurublar. Eyni zamanda o əlavə edib ki, zərbə şahidlərin özlərinin və ya onların Rusiya analoqları olan geranların istehsalına deyil, Çinin Sunflower 200 pualarına dəyib. Svitan əlavə edib, ona görə də ora çatmaq çox vacib idi. Beləliklə onlar bu günəbaxanları yığa bilməyəcəklər və buna görə də seçilmiş yanaşma çox düzgün idi. Xatırladaq ki, aprelin 23-də Ukrayna Silahlı Qüvvələr Rusiya Federasiyasının dərinliklərində, Ukrayna sərhəddindən 1000 kilometrdən çox məsafədə yerləşən Tataristan Respublikasının Yelabuqa bölgəsindəki yüksək dəyərli Rusiya hərbi sənaye obyektinə uzaq mənzilli zərbə endirib. Hədəf Rusiyanın müharibə səylərini getdikcə daha çox dəstəkləyən əsas sənaye klasteri olan Alabuqa xüsusi iqtisadi zonası daxilində yerləşən dron istehsalı zavodu olub. Ukrayna qüvvələrinin baş qərargahının məlumatına görə hücuma məruz qalan müəssisə gündə 300-ə qədər döyüş dronu istehsal etmək gücünə malikdir. Bu dronların Rusiya əməliyyatlarında, o cümlədən mülki infrastruktur və ön xətt mövqelərinə zərbələr endirmək üçün istifadə edildiyi güman edilir. Zavod Ukrayna sərhəddindən 1054 kilometr məsafədə yerləşir. Bəyanatda obyektdə uğurlu zərbələr və partlayışlar, o cümlədən dron istehsal xəttinin son montaj emalatxanasına dəyən zərər təsdiqlənib. Zərərin tam miqyası hələ də qiymətləndirilir. Baş qərargah bildirib, bu zərbə Rusiyanın Ukraynada mülki əhaliyə qarşı silahlı təcavüzünü və terrorunu davam etdirmək üçün istifadə edilən əsas strateji hərbi obyektə verilən ədalətli cavabdır. Hücum Ukraynanın uzaq məsafədə qüvvə nümayiş etdirmək qabiliyyətinin artdığını, potensial olaraq yerli istehsal olan uzaq mənzilli dronlar və ya dəyişdirilmiş qərb sistemləri vasitəsilə bunu etdiyini vurğulayır. Rusiya hərbi kampaniyasının sərfəli və miqyaslana bilən bir komponenti kimi dron müharibəsinə getdikcə daha çox güvəndiyi üçün onun dron təchizat zəncirinin pozulması əhəmiyyətli əməliyyat nəticələrinə səbəb ola bilər. Yelabuqadakı kimi obyektlər bu şəbəkədə əhəmiyyətli bir qovşağı təmsil edir və onların həssaslığı Kremlin kritik aktivləri Ukraynanın əli çatmasından qorumaq qabiliyyəti ilə bağlı yeni suallar yarada bilər.